Şagirdlər, bildiyiniz kimi hər ay 8-ci sinif sizlər üçün ayrı imtahan edəcəm keçdiyimiz dərslərdən. Bu dəfə hədiyyəmiz 10 manat idi, gələn dəfə də 20 manat olacaq inşallah. Sonra yazım 100 yazanlar 20 azayım. Gələn dəfə belə olacaq inşallah. Belə. Keçək sualların izahı. Birinci sual. Bizdən soruşur ki, 720 ədədinin sadə ruhlara ayrı. 722-yə bölsəm 360, 2-yə 180, 2-yə 90, 2-yə 45, 3-ə 15, 3-ə 5, 5, 1. Deməli, uşaqlar, 720 bərabərdir. 2-dən sayını sayacaq. 1, 2, 3, 4. 2-dən 4 dənə. 3-dən 2 dənə. 5-dən 1 dənə. Bizdən soruşur şu, A plus B plus C cəmdir. Yəni, A-mızı yerinə budurub, A-mız 4, B-mizi yerinə budurub, B-miz 2, C-mizi yerinə durub, 1 durub. Bizdən də A plus B plus C bərabər 4 plus 2 plus 1. 7. Cavabımız oldu 7. Deməli, D variantı. D variantı. Keçək növbəti ikinci suala. Hamı üçün aydın oldu, aydın olmayan var. A. Növbəti. Tir ən az hansı uzaqlıqda olmalıdır ki, onu 60 santimetrlik və ya 50 santimetrlik hissələrə itkisiz, ən az, ən kiçik, ən çox 60-50. Ya 60-50-ni sadə qruplara ayıraram, elə taparam, ya da hər ikisində ortaq nə var? 10. Onu çıxardaram. 6 ilə 5, 5 ilə 6 ardıcıl natural ədədlərin əşobu, onların hasilinə bərabərdir. 6 vur 5, 30. Bu deyəcək 300. Ən azı nə olmalıdır? 300 santimetrlik yerdə. Sonra, diqqətlə mənə qulaq asın. Diqqətlə, bax, bu misalları siz 8-ci sinifdə işləməklə, bax, bunlar uşaqlar, Allah da şəhət, 9-cu sinifin buraxılışına və 11-ci sinifin buraxılışına düşən suallardır. 9 və 11. Yəni, maşallah, oxuyan uşaqların bir ay civarında, yəni, heç də pis nəticə deyil. İndi bu illərin bunları sən işləyirsənsə, gələnlərin də bunun üzərinə qoyursansa, sən gedib də 100% yazmalısan. İndi baxın, əkob böl, əkob AB böl, əkob A, əbo, AB bərabərdir C. C'nin adı demişik ki, ortaq olmayan sadə qrupların hasilidir. Baxın, indi burada verim. A bərabərdir 2-dən 6 dənədir, 3-dən 8 dənədir, 5-dən 4 dənədir. B bərabərdir 2-dən 4 dənədir, 3-dən 7 dənədir, 5-dən 5 dənədir. Deməli, baxın, A ilə B, ikilərə baxaq. Birində 4 dənəsi iştirak edib, birində də 6 dənə iştirak edib. Deməli, ortaq olmayan neçə 2 var? 2 dənə 2 var. Vur. İndi üstlərə baxaq. Birində 8 dənə var, birində 7 dənə. Hansı iştirak eləməyib? Bir dənə 3 iştirak eləməyib. 5-lərdən hansında iştirak eləməyib? Bir dənə 5 iştirak eləməyib. Deməli, 4 vur, 3 vur, 5. 4 dəfə 3, 12, 12, 5 adında 60 edəcək. Cavabımız oldu. Aha. Sonra, başa düşməyən var aramızda. Keçək növbəti suala. Sizə yadınızdadırsa, demişdim ki, ədədi sadə qruplara ayıranda bir əməklərin üstə yazır. Bunlar da sadə qruplara ayırıb. 2-dən neçə dənədir? 6 dənə. 3-dən 5-dən 10 dənə. İndi bizə deyik uşaqlar, sadə qrupların sayı deyəndə demişdik 2-dən 6 dənədir, 3-dən 8 dənə, 5-dən 10 dənədir. Bunların cəmi neçədir? 24. Müxtəlif sadə bölənlər isə demişdim ki, ya sadə bölən, ya da müxtəlif, orada nə soruşur?
Vuruqların sayı, müxtəlif sadə vuruqların sayı. 3 dənə müxtəlif sadə vuruq var. Sadə bölənlər eynidir. Bir də sadə vuruqların sayıdır. Sadə vuruqların sayı, ümumiyyətlə, ədədin sadə vuruqların sayı 24-dür. Müxtəlif sadə vuruqların da sayı 3-dür. 24 3-dən neçə dəfə böyükdür? 8 dəfə böyükdür. Oldu A variantı. Aydındır? Keçək növbəti 5-ci suala. Aha, bizə deyir ki, şagirdlər, demişdim ki, iki ədədin hasili onların ən böyük ortaq böləni ilə ən kiçik ortaq böləni hasilinə bərabərdir. Bax, görürsünüz, A vur B nə deməkdir? Əbob A B vur. Əbob A B vurulsun Əkob A B bərabərdir 180-ə. Burada verib bax. A vur B-nin yerinə yazdım Əkob A B vur Əbob A B. İndi bizə verib Əbob A B-mizi 6 verib. 6-nı nəyə vurşam 180 eləyər? 30-a. Bizdən Əkob A B-ni soruşur. Əkob A B-ni tapın. Çox sadə. Deməli, nə etmək lazımdır? Qaydanı. Siz, bəzən valideynlər deyir, mənim evladım bir qaydanı bilir, tətbiq edə bilmir. Düzmü deyir, yanlış deyir. Qaydanı bilən adam, misalda, qaydanı yaxşı bilmiş. Ola bilər, yaxşı bilmiş. Sonra, 6-cı sual, 6-ya tam bölünən ədədlərin cəmi 10 ilə 43-ün arasında 6, 11 bölünmür 12. 6-ya bölünən ədədlər 6, 6, 6, 18, 12, 18, 24, 30 və 42. Toplasam, bir də yadınızda saxlayın, nətəri toplayın. Həmişə sonu sıfır elənləri bir. Məsələn, bununla buna baxın, neçə edir? 30. Sonra, bununla buna baxın, 60. Deməli, 90, 120, 162. Cavabımız oldu 160. Sonra, baxın, diqqətlə mənə qulaq asın. 7-ci sualda nəyi bilmək lazım, əziz şagirdlər? Biz demişdik ki, A və B ardıcıl natural ədəddirsə, əbobları 1-ə, əkobları onların hasilə bərabərdir. Deməli, baxırsınız bura. Baxın, misalımız buradadır. Deməli, A və B deyir ki, ardıcıl natural ədədlərdir. Deməli, ardıcıl natural ədədlərin əkobu nədir? 3 vur A, B. Əbobu nədir? Vur 1 bərabərdir 58. 3 AB bərabərdir 58 üstünə gəlir ki 3 AB bərabərdir 60 AB də bərabərdir 20. Yəni 3-ü nəyə vuranda 60 edir? 63-ə bölənəm 20. Cavabımız 20. Çətin nəysə var. Sonra, bunun hamısı videoda olacaq, onu buna yazılan bir mənası yox. Təzdən evdə baxarsınız, bir də dərk edərsiniz, yalanla niyə öyle köçürsünüz. Sonra, 8-ci sual, 300 ədədin neçə sadə vuruq var? Demişdik ki, ədədi sadə vuruqlarına ayırıram, ən kiçik sadə ədəddən 150, 2-yə 75, 3-ə 25, sonra 5-ə 1. Deməli, sadə vuruqların sayını deyəndə, bu ümumiyyətlə 2-nin üstü 2 yazaram, 3-ün üstü 1 yazaram, 5-in üstü 1 yazaram. Ya buradakını sayıram 1, 2, 3, 4, 5, ya da 2-dən 2 dənədir, 3-dən 1 dənədir, 5-dən də 1 dənədir. Toplasam, 5-dən 2 dənə 1 yazmışam. 5-dən neçə dənədir? 2 dənə, burada 2. Neçə edir uşaqlar? 5 dənə. Cavabımız oldu 5. Sonra deyir ki, A, B, C və B, A, C üç rəqəmli ədədləri üçün bax bu ifadəni verir. Deməli, bunun açılışını da bilirik. Biz yoldaşlı edək. A, B, C üstdən xət, üç rəqəmli ədədin açılışı. 100A 100A üstə gəl 10B, üstə gəl C,
Neçə? 11 yoxsa? 100B üstə gəl 10A üstə gəl C. 360. Aha, 360. Eşidirəm. Deməli, 100A üstə gəl 10B üstə gəl C. Sevinç deyirəmsə sevinç. Bura bax. Deməli, mötərizənin qarşısında mənfi işarəsi varsa, mötərizənin içərisində işarələr bax, ixtisar yox, bax. İxtisar kəsrin sürətindən məxrəccidir. Bax, onlar hamısını düz öyrənəkdə. İslam. Bax, C-lərimiz getdi. 100A-dan 10A çıxsa, eləyəcək 90A. 10B-dən 100B çıxsa, 90B. Bərabər 300. 90-ı mötərizə xaricə çıxarsam, A çıxılsın B bərabərdir 360. A çıxılsın B bərabər olur 4. İndi baxın, gör nə deyir. Deyir ki, A plus B cəminin ən böyük qiymətini tapın. Ən böyük qiyməti 9 olur. A plus B-ni, bax, 1-dən 1 var, 2-dən 1 çıxanda 4 eləmir. Ən kiçik neçə olacaq? 4-dən 0 olmaz. Niyə qulaq asır? 0-dan başlayan ədədimiz var. Xeyr. Deməli, A-mız ən kiçik 5, 1, 6, 2, 7, 3, 8, 4, 9, 5. Deməli, əziz şagirdlər, ən kiçik qiyməti desəydi 5-dən 1 cəmi toplayacaq. Amma burada ən böyükdür. Və sizə soruşa bilərdik ki, 9-un bir imtihana düşür. Ən kiçik və ən böyük qiymətin cəmini tapın. Bizdən də ən böyüklə 91. A-mız 9, B-miz 5, A plus B-ni soruşur. 9 üstə gəl 5, 14. Cavabımız oldu 14. Sonra, keçək, kiminsə burada başa düşmədiyi nəsə qaldı. İkiniz tam burada olsun ki, onsuz da bunun videosunu hansısa bilməsin, bir evdə baxarsınız. Bir də sualınız olsa, bir də gəlin burada soruşun. 10-cu sual. Ədədlərdən neçəsi təkdir? Çox sadə. 9-un da keçən buraxılış imtahanına düşmüşdü. Neçəsi təkdir? Sonu 1, 3, 5, 7, 9-dan tutarsa təkdir. 33, 57 təkdir. 101 təkdir. 505 təkdir. 999 təkdir. 1, 2, 3, 4, 5. Sonra 11. Bu da 9-un sualına düşmüş bir sualdır. Rəqəmlərdən düzələn ən böyük ədəd neçədir? Ən böyüyündən başlayacağım. Birinci 8, sonra 7, sonra 5, sonra 3, sonra 0. A variantı. Heç buna o qədər də ehtiyac qalmır. İndi 12-ci sual. Deyir ki, kitab, dəftər və qələmin birlikdə qiyməti 16 manatdır. Baxın, yazdan kitab, üstə gəl dəftər, üstə gəl qələm. 16 manatdır. Çətin bir şey yoxdur ki. Deyir ki, hər birinin qiyməti 2 manat artarsa, deməli kitabın da üstə 2 manat gələcəm, dəftərin də üstə 2 manat gələcəm, qələmin də üstə 2 manat gələcəm. Hər birindən bir ədəd almaq üçün nə qədər pul lazımdır? 16. Aha, deməli burada olacaq kitab, üstə gəl dəftər, üstə gəl qələm, plus 6 manat. Hər bir 2 manata artır, çox sadə bir şeydir. 16 üstə gəl 6 bərabər deyir. Şifahi də yaza bilərdiniz. 3 dənədir deyə hərəsi 2 manat artıb 6 manat. Əvvəl 16 manat lazımdırsa, indi hərəsi 2 manat artırsa 3 dənə 2-miz 6-dır. O da 22 manat eləyəcək. Düzdür? Keçək. Neçənci suala? 12-dən sonra 13. 9-a bölmə. Rəqəmlərinin cəmi 9-a bölünən ədədlər 9-a bölünür. Deməli, 6-ın üstə, bu ulduzun yerinə deyir nə olmalı? 6-ın üstə 4 gəlsəm, üstə 3 gəlsəm, 13. 13-ün üstə nə gəlməliyəm? 5. 18, 9-a bölündür. Sonra demişdim ki, uşaqlar, əkob böl əbob. Nəyi verir? C-ni. Əkob
Ama burada başqa şeydir. Ha, siz çaşdırır. Elə bir 24 72 siz çaşasınız deyə elə bir şey. Amma burada müxtəlif rəqəm. Böl 36 48. Deməli uşaqlar bizə C-ni verməyəcək burada. Əgər AB olsaydı elə olardı. İndi 24-ü sadəlıqlarına ayıracaq. Bir də 72 sadəlıqlarına ayıracaq. 24 2-yə 12, 2-yə 6, 2-yə 3, 3, 1. 72-ni 2-yə böləndə 36, 2-yə 18, 2-yə 9, 3, 3, 3, 1. Deməli 2 ilə 2, 2 ilə 2, 2 ilə 2, 3 ilə 3. Deməli, elə bir ədəd başqa bir ədədə bölünürsə, əslində savadlı uşaq olsaydı, tapardı. Amma özüm qəsdən belə tapdım. Bir ədəd başqa bir ədədə bölünürsə, əkobu ən böyüyünə. Deməli, buradan da tapdıq 72 böl. 36 ilə 48-dədir, amma bunda ayrıdır. Buradan da çıxartmaq olar, amma gəlin yazaq ki, 18, 2-yə 9, 3, 3. İkiləri götürək, bir də bu ikiləri. Deməli, ortaq nə var? 3 vur 2 vur 2. 3 vur 2 vur 2, bu da 72 bölünsün 12, bərabərdə 6. Aha. Başa düşdük? Keçək növbəti. Burada cavabımız da oldu uşaqlar? 6. Sadə ədədində 2805 ədədində neçə onluq var? Onluğun bir dənə 0 olduğuna görə bir dənəsi silirəm, qalır 280. It is very easy question. Sonra 20-dən böyük olmayan natural ədədlər içərisində 20 ilə qarşılıqlı sadə olan. Yazmışdıq ki, adam böyük olmayıb, A ilə qarşılıqlı sadə olan ədədlərin sayını tapın deyəndə A'nın üstü x vur, B'nin üstü y, C'nin üstü z. Yazırıq. Sonra A'nın üstü 2 vur, B'nin üstü y vurulsun, C'nin üstü z. 1 çıx 1 böl A, 1 çıx 1 böl B, 1 çıx 1 böl C. Aha. 20'ni sadə vuruqlara ayırıram. 2'yə 10, 2'yə 5, 5'ə 1. Aha. 2'nin üstü 2 vur, 5'in üstü 1 vur. 1 çıx 2'də 1. 1 çıx 5'də 1. Bu da bərabərdir. 4 vur 5 vur 2'də 1 vur. 4 dəfə 2 8. Cavabımız oldu 8. Nəyi bilmək lazım idi şagirdlər burada? Düstur. 120 və 180 ədədlərinin ortaq natural bölənlərinin sayını tapın. Ortaq natural bölənlərinin sayını tapın o deməkdir ki, əbobunu tapın. Əbob, ortaq olmayan deyəndə əkob əboba bölürəm. C-ni tapıram. Ortaq deyəndə əbobunu tapın. Əbob 120 180. Uşaqlar, 60'ı da çıxardıq birbaşa tapa bilərəm. Pınarla böldük. Düzdür mü? 2, 3. 2 ilə 3 əbobu nədir? 1'dir. Arzı natural ədədlərdir. 60. Belə də tapmış olduq. Ya da sadəlıqları ayla. Ortaq sadəlıqları bir dənə baxaq. Ədədlərinin ortaq natural əsəbləşmək. Ortaq natural bölənlərinin ədədlərinin ortaq natural bölənlərinin sayını tapın. Hə, natural bölənlərinin sayını. Əsəbləşmək. Hə? Yox, baxın, ədədlərinin ortaq natural bölənlərinin sayını tapın. Ortaq natural bölən, əsəbləşməyin, bax siləyək. Ortaq natural bölənlərinin tapın deyəndə əbobunu tapar deyilir. Bir də var, ortaq natural bölənlərinin sayını tapın deyəndə. Bunları bölən nədir? 60. 60'ın nəyin tapacam? Elə 60'ı sadə vuruqlarına ayıracam. 2'ə bölsəm 30, 2'ə bölsəm 15, 3'ə bölsəm 5'ə bölsəm 1. 2'dən neçə dənədir? 2, 3'dən 1, 5'dən 1.
Üstlerine ne inecek? Bu dedik. 3 vur 2 vur 2. Biz de 12 demişik də. Sən də qorxdum ki abi, bir də səhv yoxlayırlar. Ha? Ha, izah edeyim. 60'dan niye başladı? Bak kızım. EBOB deyik, ədədin ortaq bölənləri nədir? 60'dır, düzdür mü? Ortaq bölən, EBOB-un tapırıq. Deyim, bizdən də soruşur, 60'ın naqtar bölənlərinin sayı tapır. Başa düşdük? Yox. Ha, başa düşdük. Onda keçək. Aha, sonra nə tərqişqürüsü elə bildim başqa şey. Ha, 5'ə bölünən neçə iç rəqəmli natural ədəd var. Say bərabərdir üstünə. Axırıncı çıxılsın birinci böl fərq üstəgəl 1. Deməli 5'ə bölünən ən böyük rəqəm nədir? 85 95. 85 böl 5. Bu da oldu. A, 5 bunu da yazdık. Sonra 19. Əkov 1836. Əbov Əkov 1836 və Əbov 12-20 uşaqdır. Səsimiz düşməsin deyə. Ona görə biraz arada vaxt gedir. Yəni onda nəzərə alaq. Bir ədəd başqa bir ədədə bölünürsə, Əkovu böyüyünə 36, Əbovu da kiçiyinə 12. Nənəmizin də bizə lütf elədiyi qaydalar. Bu da getdi 19, sonra 20. 3 ardıcıl natural ədədin cəmi necə? 3 ardıcıl natural ədəd. Birinci bunu başa düşməyimiz üçün hələ, düşməməyimiz lazım deyil. Birinci natural ədəd bilməlisən ki, bir artır. Demiş natural ədədin ümumi düstur n'dir. İkincisi n plus 1'dir. Üçüncüsü n plus 2'dir. Deməli, bunların cəmi bərabərdir 63'dür. 3n üstəgəl 3 bərabərdir 63. 3n bərabərdir 63 çırp 3. 3n bərabərdir 60. N bərabərdir 20. Aparıb qoyacam olacaq 20, 21, 22. Kiçik ədədlə böyük ədədin hasili 20 vurulsun 22, 440. Aydındır. Cavabımız oldu 440. Sonra, Yağmur sen de 25 yazmıştın diye. Değil. Abur cubur. Aha. Gələn dəfədə böyük ihtimal çətin 25 olar. Tutsaydın, bəzi inançlar olur. 2 natural ədədin cəmi 211'dir uşaqlar. A plus 1 nədir? 211. Bu ədədlərdən böyüyünü, yəni A-nı bildim. Eyni sualdır, narahat olun. 26 ilə bu yeri dəyişir. Eyni sual. Bu bir sualdan 2 dənə var idi deyə, ona görə. Bu ədədlərdən böyüyünü A-nı B-yə bölsək, natamam qismət 4 qalıqda 1 alır. A-nı buradan tapanda B-ni vururam 4-ə, üstə gələn 1. Deməli bunu, sən yazmamısan, düzdür bunu. Aparsan qoysan A-nın yerinə. Olacaq 4B üstəgəl 1 üstəgəl 211.
4B-nin üstə B gəlsən 5B, biri sağa keçirəcəm. İndi bu hələ keçirmə. İndi 5B. 5B bərabərdir 211 çıx 1. 5B bərabərdir 210. B də bərabərdir 42. Ədədlərdən böyüyünü tapın. Bax, B'miz 42'dir. Tapdığımızda parif yerinə qoyuram. A bərabərdir 42 vurulsun 4 üstə gəl 1. A da bərabərdir 42'ni 4'ə vursam 168 üstə gəlsin 1. A da bərabərdir 169. Vəssalam. Cavabımız oldu. Deməli, nəyi tətbiq yazmışdıq? Maşallah. Nəyi tətbiq eləmək lazım idi kəndçi qızımız? Üstürü. Bölünə, bölə. Ne görə? Yəni mən də eyni şey eləmişəm. Sadəcə yazmışam ki, 1 n bərabərdir n, 2 bərabərdir 4. Aha. 1 bərabərdir 2. Sonra bunu təbii ki, mən yazdım. Biz de yazdık da. Sonra 23 oldu, düzdür mü? 22 yazdık. Hə, yazmamışıq. 22. İlkin 22'den. 360 natural bölənlərin sayını tapır. 360 ədədini 2'ye bölsəm 2'ye bölsəm YouTube'da qulaq asanlar elə biləcək kənddə yaşayır. Aha. 2'dən 3, 3'dən 2, 5'dən 1. Natural bölənlərin sayını tapın deyəndə daha uşaqlar bunu o qədər yazmışıq bilirik deyə. Da mən bəyək də buna ait bir dənə şey yazdık deyə. Bir üstə bir yazmışam. 4 də 3 12, bu da 24. Cavabımız 24. Sonra 23. Demişdik ki buna ait misal da yazmışdım qaydaya. Hətta demişdim ki qaydanı keçən də başdan imtahana bu tip bir misal salacaq. Deməli A'mız 3K, B'miz 4K. Hətta dedim uşaqlar, ətrafında necə yazmaq lazımdır? Ək o 3K, 4K deməli, K'nı buradan çıxarsam, ək o sıx, yenə K'nı çıxarsam bərabər 88. 3'dən 4'ün əbobu. Əkobu 12, əbobu 12 K'dan 1 K çıxsa. Aparıb yerinə qoyaq. 3 K'ya vuranda 24, 4 K'ya vuranda A plus B'ni tapın. 56. Bu bitmiş oldu. Cavab 56, 24. Aha, uşaqlar, baxın. Teacher sizə nə öyrətmişdi? Teacher öyrətmişdi ki, sizə A böl B bərabərdir C, R. Bir dənə demişdim, bölən həmişə qalıqdan böyükdür. İkinci qaydada bölünəni tapmaq üçün böləni natamam qismətə vurur, üzərinə qalıq gəlirsə. Deyir ki, bərabərliyində ikisinin hansı qiymətində qalıq ən böyük olar? Qiymətində qalıq ən böyük olar. İkisinin hansı qiymətində? Deməli, qalıq ən böyük 13 böyükdür. İlk ən böyük olmalıdır ki, deməli, ilkimiz onun. İkisi də tapanda böləni tapmaq üçün böləni natamam qismətə vurur. 65 üstə gəl 12. İkisi də bərabərdir 77. Cavabımız oldu 77. Sonuncu. Aha, bu əla sual idi. Amma qulaq asın, diqqətlə mənə qulaq asın. Bax, bəzi şagirdlərə tapın, başarığından, istedadından bu 11-ci sinifi çətin tipli buraxılış imtahanları düşmüşdü. Ətraflı yazı tələb olunan ən çox bal verən sual idi. Mən məsəl üçün bunda bilət güzəşt eləmişəm bəzi şagirdlərə. Amma tam yazı formasını da mən indi sizə deyəcəm. Bax, M-imiz nəyə bərabərdir?
Aparıb da m-i yerinə qoyuram. 2 vurulsun əkop. 2'nin üstü n. 3'ün üstü m'in yerine koyuyorum 2n. Çıxırsın 3 vur əbob. 2'nin üstü 2n. 3 üstü n beraberdir. Aha. 2 vurulsun əkop. 2'nin üstü n. 3'ün üstü 2n ne demek? Üstü kvadrata yüksəldirəm. 9'un üstü n. Çıxırsın 3 əbob 2 4'ün üstü n 3'ün üstü n. Deməli biz demişdik ki, uşaqlar 2 ilə 9 necə ədəddir? Qarşılıqlı sadə ədəddir. Qarşılıqlı sadə ədədlərin əkobu onların hasilinə bərabərdir. 2 vur, 2'nin üstü n vur, 9'un üstü n. Çıxırsın 3 vur. Qarşılıqlı sadə ədədlərin əbobu 1. Bərabər 33. Hə, bizdə uşaqlar, burada nə qaydamız var? 7-ci sinifdə siz keçmişsiniz. Üstləri bərabər olan ifadələri vurduqda sadəcə bu xeyr. Üstlər olduğu kimi qalır, əsaslar vurulur. Demədim axı, əsasları eyni olan ifadələri vurduqda ayrı şeydir. Əsaslar olduğu kimi qalır, üstlər toplanır. Deməli burada da 2'nin üstü n, 9'un üstü n'ə vursam 2 vurulsun 18'in üstü n. Birlikdə aradan alır. Üstlər olduğu kimi qalır. 3'ü 9'a keçsəm 36. 18 üstü n, 36'nı 2'ye bölsəm 18. Deməli n'imiz nədir burada? 1. N'imiz 1 isə m'imiz də n'in 2 mislinə bərabərdir. 2 dəfə 1, 2. Bunu soruşur. N plus n bərabərdir 2 plus 1 bərabərdir 3. Cavabımız oldu 3. İzahını vermiş olduq. Növbəti imtahanda daha yaxşı yazmaq arzularından hələlik.